Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulina Muhammedin emin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Değerli kardeşler, Allah'ın salamı, rahmeti ve bereketi üzerimize olsun. Rabbim Cuma'nın feyiz ve bereketinden istifade etmeyi nasip eylesin. Anlattıklarımızı anlamağı, anladığımızı yaşamağı bize nasip eylesin. Bugün vaazımızda Kıyamet Suresinin ilk 15 ayetiyle alakalı danışmak istəyirəm. Kıyamet Suresi 40 ayetten ibarettir ve Mekke döneminde nazil olmuştur bu sure. Bilirsiniz, Peygamber Aleyhisselatü Vesselam'ın inen ayetler Mekki ve Medeni diyerek ikiye ayrılmaktadır. Bir Mekke döneminde 13 yıllık peygamberlik dönemi vardır. Orada inen ayetler vardır. Bir de Medine'ye gittikten sonra inen ayetler vardır. Bu iki ayetin hususiyetine baktığımız zaman esasen Mekke'de inen ayetler daha çok tevhidle ve ahiretle alakalı olan ayetlerdir. Mekke döneminde 13 illik zaman diliminde Allah Resulü Aleyhisselatü Vesselam Mekke'de yaşayan insanlara Allah'ın varlığını ve birliğini anlatmıştır. Bununla beraber kıyameti ve ahireti anlatmaktadır. Devamlı bu ayetler bunlar üzerinden nazil edilmeye başlamıştır. Medine döneminde inen ayetler ise daha çok kanunlarla alakalı, ibadetlerle alakalı inen ayetlerdir. Baktığımız zaman Allah-u Teala Mekke döneminde ilk illerinde peygamberliğin önce inanç esasını, akideyi sağlamlaştırmaya çalışmıştır. Onun için inen ayetler her zaman Allah'ın varlığı, birliği, şirkten insanları uzaklaştırmak ve ahirete inancı sağlamlaştırmakla alakalı edilmiştir. Bu Sure-i Celile'ye baktığımız zaman ilk olarak karşımıza çıkan ayet Estağfirullah, la uksimu bi yevmil kıyame ve la uksimu bin nefsil levvame buyurmaktadır. Bu iki ayette Allah-u Teala and içmektedir. Birincisi la uksimu bi yevmil kıyame, kıyamete and olsun buyurmaktadır. Arkasıyla da özünü kınayan nefse and olsun buyurmaktadır. Baktığımız zaman ümumiyetle Kur'an-ı Kerim'de farklı ayet-i kerimelerde Allah-u Teala farklı eşyalara, farklı zamana, farklı mekana and içmektedir, yemin etmektedir. Allah-u Teala bir şeye yemin edirse, bir şeye and içirse insanın dikkatini o şey üzerine çekmeye çalışmaktadır. Yani and içtiği bir şeyin ehemmiyetini, önemini insanlara çaktırmaya çalışmakta ve dikkatimizi oraya yöneltmektedir. Burada da Allah-u Teala kıyamete and içerek, yemin ederek kıyamete dikkatimizi çekmektedir. Kıyametle alakalı bilgiler Allah-u Teala ayet-i kerimelerde bize vermektedir ve inanç esasların başında gelmektedir. Bir insan kıyamete, ahiret gününe iman etmezse, yani bazı insanlar nedir? Her şey bu dünyadadır, ye iç, ahiret yoktur, kıyamet yoktur, o bir hayat yoktur dediği zaman bir insanın imanında problem yaşanmaya başlayır. İslam çizgisinden, iman dairesinden çıkmaya başlayır. Yani insan inkara düşmüş olur. Onun için kıyamet inancı bir insanda, bir Müslümanda olmazsa olmaz inançların başında gelmektedir. Aynı zamanda bu ayet-i kerimeler kıyametin mütlak kopacağını, bunun bir hakikat olduğunu ve ahiret hayatının mütlak yaşanacağını bizlere ifade etmektedir ve yemin ederek başlamaktadır. İkinci, ve la uksimu bin nefsil levvame, yani özünü kınayan nefse and olsun buyurmaktadır. Kur'an-ı Kerim'e baktığımız zaman Allah Teala Kur'an-ı Kerim'de
nəfsin 7 mərtəbəsini anlatmaqdadır. Yəni nəfsin mərtəbələri vardır. Birincisi nəfs-i əmmarədir ki, insana pislikləri, xatayı, günahı, haramı, şirki, küfrü əmr etməkdədir. Yusuf Aleyhisselamın hadisəsində, qissəsində bu mövzuya toxunmaqdadır. İnnən nəfsə ləəmmərətun bis-su deyə buyurmaqdadır. Şübhəsiz nəfs insana pis olanı əmr etməkdədir. Birinci mərtəbəsi nəfs-i əmmarədir. İkinci mərtəbə isə nəfs-i ləvvamədir. Yəni artıq günahlarıyla oyanıb özünü etmiş olduğu xatalar dolayısıyla qınayan nəfsə and içməkdədir Allah Teala. Bu nəyi göstərməkdədir? İnsan ahirətdə, qiyamətdə o qopmağa başladığı zaman, o dəhşəti hiss etməyə başladığı zaman artıq özünü qınamağa başlayacaqdır. Və o həqiqətlə qarşı-qarşıya gəldiyi zaman insan və yaxud da bu dünyada belə bir xata edirik, sonra başlayır peşman olmağa. Keşke bunu etmeseydim, keşke belə etmeseydim diyerek özümüzü qınayırıq. İşte buradakı nəfs, özünü qınayan nəfs də insanın qiyamət günündə Allahın huzuruna çıxıb etmiş olduğu xataları, günahları insana bildirildiği zaman, o zaman insan diyecek ki keşke etmeseydim. Keşke bu işten uzak dursaydım. Keşke iman etseydim diyerek özünü qınamağa başlayacaq. Bu fərqli ayət-i kərimələrdə də, İnam surəsində də, Zümer surəsində də nəfsin qınanmasını, özünü qınanmasını Allah Teala bizlərə xəbər vermişdir. Niyə etdim, nə üçün etdim, keşke etməsəydim diyerek ya leytəni yazıqlar olsun mənə kimi ifadələrlə insan özünü qınayacaqdır. Və bu ayət-i kərimədə qiyamətin zamanında insanın nəfsin özünü qınayacağını ifadə etmişdir. Üçüncü ayət-i kərimədə baxdığımız zaman Əyəhsəbul insanu ən lən nəcmə'a idamə buyurmaqdadır. İnsan elə zənn edir ki, biz onun sümüklərini bir yerə yığa bilməyəcəyik. Ayət-i kərimənin ifadəsidir. Allah Teala deyir ki, insan elə zənn edir ki, biz onun öldükten sonra, çürüdükten sonra, o sümükler kaldıktan sonra tekrar insanı önceki halına, bugünkü halına gətirə bilməyəcəyini bizi zənn edir deyir insan. Burada təbii ki də bu bir müşriklere verilen bir cevaptır. Bilirsiniz, Peygamber Aleyhisselatü Vesselam'ın zamanında birçok müşrik İnsan, Ərəblər Peygamber Aleyhisselatü Vesselam'a qiyamətlə əlaqəli soruşur. Qiyamət olacaq mı deyir? Yani sen deyirsən, dünya dağılacaq, her şey yok olacaq ve insan ölecektir ve öldükten sonra, çürüdükten sonra tekrar geri dirildiləcəkdir. Bu mümkündür mü? Allah Resulü bunun hakkında bilgi verir ama müşrikler yine ne deyir? Biz seni dediğine inanan deyilik, ne de seni təsdiq edecek deyilik diyerek Peygamber Aleyhisselatü Vesselam'a bir inkar etmişlerdir. Yani bu ifadeyi, bu ahiret inancını, kıyamet inancını inkar etmişler ve bunun üzerine Allah Teala bu ayet-i kerimeyi nazil etmiştir ki o insanlar ile zannedirler ki insan öldükten sonra, sümükler çürüdükten sonra, et çürüdükten sonra Allah Teala bunu tekrar yerine getirebilmeyeceğini zannedirler diyerek bu şekilde ifade etmiştir. Yasin suresinde de geçmektedir. Ve darabe lena mesele ve nesiye halqah qale men yuhyil izame ve hiye ramim buyurmaktadır. Müşriklerden Übey bin Halef vardır. Bir ovuç sümüğü, çürümüş sümüğü getirir Peygamber Aleyhisselam'a deyir, bu çürüdükten sonra bu çürümüş olan sümükleri Allah tekrar mı dirildecek deyir. Diyerek yani ona inanmamaktadırlar. Yani insan çürüdü, yok oldu, torpak oldu, tekrar dirilmesi mümkün değil diyerek bir inanca sahiptilerdi ve Allah Teala bunun karşılığında onlara yani bir şeyi baştan yaratmak mı daha çətindir yoksa onu ikinci defa yaratmak mı daha çətindir diyerek akıllı məntiqi olarak onlara
bir cavab verməkdədir. Bugün əslində bu ayət-i kərimələr, Allah-u Teala'nın müşriklərə vermiş olduğu bu cavablar bizim üçün də önəmli bir təbliği metodudur. Yəni bir insana ahirəti, Allahı və yaxud da qiyaməti, öldükdən sonra dirilməyi anlatarkən bəzən bizim yanlışımız inanmayan bir insana, dini bilgisi olmayan bir insana ayət, hədislə anlatmağa çalışır. Peyğəmbər, Allah bu şəkildə dedi, Peyğəmbər bu şəkildə dedi, amma adam nə Allaha inanmır, nə Peyğəmbərə inanmır. Sənin dediyin artıq bu dəfə havada qalmış olur. Buna anlatacağımız üslub nədir? Quranın ifadəsi ilə onların axıl və məntiqinə uyğun gələcək cavablarla onları anlatmamız lazımdır. Ki bu ayət-i kərimələrdə də Allah Teala bunları anlatır. Yəni, həqiqətən baxdığımız zaman bir əşyanı, bir ev olsun, bir stol olsun, bir hər hansı bir əşya olsun, onu sıfırdan ortaya çıxarmaq, inşa etmək mi daha çətindir? Yoxsa onu inşa etdikdən sonra yıxıb təkrar inşa edib düzəltmək mi çətindir bir insan üçün? Necə ki, başdan, sıfırdan yaratmaq daha çətin olduğu kimi, ikinci yaradılış isə daha asandır. Allah-u Teala bunun üzərindən nümunə göstərərək, bunun üzərindən örnek verərək insanlara ahirəti, yenidən dirilişi anlatmaqdadır dəyərli qardaşlar. Həqiqətən insanoğlu bir nutfədən, sudan yaradılmışdır. Allah Resulü Aleyhisselatü Vesselam deyir, sahabələrlə bərabər oturarkən ovucunun içərisinə az bir tükürük alır, sonra parmağıyla onu yayarak deyir, Allah sizi bu şəkildə bir sudan yarattı. Həqiqətən hər insanın yaradılış başlanğıcı nədir? Bir nutfədir, bir spermdir belə desək. Yəni bir sudan yaradan Allah-u Teala insanı təkrar yaratmağa gücü yetməzmi yəni? Bu ayət kərimələr əslində onlara qiyamətin mütləq olacağını və yenidən insanların təkrar yaradılacağını ifadə etmişdir dəyərli qardaşlar. Bunlar təbii ki də Allahın qüdrətini, azamətini, gücünü, yaratma sifətini bizlərə göstərməkdədir. Allah-u Teala hər şeyin sahibidirsə, mütləq güc və qüdrət sahibi isə bizi başdan yarattığı kimi təkrar yaratmağa da eyni şəkildə qadirdir dəyərli qardaşlar. Ayət-i kərimənin arxası ilə buyurur 4-cü ayət-i kərimədə Bələ qadirin alə ən nüvəssiyə bənənə. Biz de onların barmaq uclarını belə eyni şəkildə yaratmağa qadirik. Bilirsiniz, bu ayət-i kərimə 1447-48 il əvvəl, yəni 1400 il bundan əvvəl enən bir ayət-i kərimədir və o zaman barmaq uclarının belə fərqli olduğu bilinməməkdəydi. Amma Allah-u Teala bu ayət-i kərimə ilə əslində buna diqqət çəkməkdədir ki, bugün barmaq uclarının insanların hər birinin fərqli olduğu daha yeni bu əsrimizdə belə desək 100 il içərisində bilinməyə başlandı elm tərəfində. Amma Allah Teala ona diqqət çəkərək bunu belə eyni şəkildə başdan necə yaratmışdımsa da o şəkildə yaratmağa qadir olduğunu ifadə etməkdədir yəni. Bugün dünyada 8 milyardan artıq bəlkə də insan vardır. Hər birisinin barmaq ucu işarətləri fərqlidir. Eyni zamanda insanın vücudunda olan milyarlarla hücrələr belə başqaları ilə eyni deyildir yəni. 8 milyar insanda milyarlarla hücrələr vardır və o hücrələr belə bir-birinə bənzəməməkdədir. Allah-u Teala bunları belə necə yaratdıysam qarışıqlıq olmadan bir dənəsini belə yanlış etmədən təkrar yarada biləcəyinin qadir olduğunu ifadə etmişdir dəyərli qardaşlar. Onun üçün bu ifadələr, bunlar Allahın nə qədər güc və qüdrət sahibi bir varlıq olduğunu bizlərə bildirməkdədir, bizlərə ifadə etməkdədir. 5-ci ayət-i kəriməyə baxdığımız zaman yuridul insana liyafjura amama. Ancaq insan önündəkini yalanlamaq istəyir. Önündəkini yalanlamaq istəyir dediyi ifadə nədir? Qiyamətə inanmamaqdır. Qiyaməti yalanlamaqdır. Əslində insanın
ahireti və yaxud da qiyaməti yalanlamasının səbəbi bilgisizlik, bilərək bir şey deyildir. Yəni bildiyi üçün yalanlamaz. Sadəcə ahirətdə hesab vardır, cəza vardır, mükafat vardır. Bugün etdiklərinizin qarşılığını orada görəcəyimiz üçün, bu düşüncədən uzaqlaşmaq üçün, yəni bu dünyada istədiyimi edə bilmək, öz nəfsini rahatlada bilmək üçün ahirəti və qiyaməti inkar edir insan. Yoxsa yəni bir elmi dəlili yoxdur olmayacağına dair, bir akli dəlili yoxdur olmayacağına dair. Yəni ölüm belə insanın kiçik qiyamətidir yəni. Bu dünyada insanın inkar edə bilmədiyi yeganə hadisə ölüm hadisəsidir. Yəni ölüm varsa da, bir insanın varlığının yoxa çıxması varsa da, bu kainatın niyə olmasın yəni? Kainata baxdığımız zaman, təbiətə baxdığımız zaman fəsillər dəyişməkdədir. Yaz gəlir, ağaçlar meyvə verməyə başlayır, təbiət oyanır, canlanır, payız olur, kış olur, təbiət o canlılığını itirməyə başlayır, vurmağa başlayır yəni. Həyatın içərisində belə kiçik qiyamətlər yaşanmaqdadırsa da, böyük qiyamətin yaşanmaması üçün hər hansı bir maniyə yoxdur yəni. İnsanın bu şəkildə inkara yeltənməsinin, bu şəkildə inkar etməsinin səbəbi sadəcə nəfsinə xoş gəlməməsinlə əlaqəlidir yəni. Düşün, içki içən, zina edən, qumar oynayan, dünyaya meyl edib, dünya həyatı yaşayan bir insana bunların ahirətdə bir qarşılığı var, bunlardan uzaq dur dediyimizdə onun xoşuna gələrmi? Nəfsinin istək və arzularına uyan insanlar ahirəti və qiyaməti inkar etməkdədir, dəyərli qardaşlar. Və arxasıyla soruşurlar, yəsəlûnə əyyənə yevməl qiyamə. Qiyamət nə zamandır? Amma buradakı soruşmadan məqsəd öyrənmək deyildir, əylənməkdir. Yəni, ey Muhammed, deyirsən ki, qiyamət var, nə zamandır qiyamət? De görək deyək. Yəni, qarşı tərəfi ələ salmaq üçün soruşulan bir ifadədir. Bilirsiniz, sual, üç çeşit sual vardır. Bir öğrenmək üçündür, bir əylənmək üçündür, bir də qarşıdakını imtihan etmək üçündür yəni. Bunların öğrenmək üçün deyil, bunlarınki nədir? Ələ salmaq üçündür, dinlə istehza etmək üçündür, Peyğəmbəri yalanlaya bilmək üçün bu şəkildə soruşurlar. Başqa bir ayət-i kərimədə də Allah-u Teala buyurur ki, səndən qiyamətin nə zaman qopacağını soruşurlar. Yəni bu həqiqətən nə zaman qopacağını soruşan insanlar, öyrənmək üçün soruşan insanlar da mövcuduydu. Ya Resulallah, qiyamət nə zaman qopacaqdır? De ki, deyir, onun bilgisi Allahın qatındadır. Yəni soruşduğumuz zaman belə ələ salmaq və yaxud da alay etmək üçün deyil, həqiqətən öyrənmək üçün soruşmaq imanın belə desə, qorunmasına səbəb olan davranışlardadır. Amma onun da bilgisi yenə Allah-u Teala'nın qatındadır. Necə ki, bir insan ölümünü bilmirsə, ölüm tarixinin nə zaman olacağı gizli olduğu kimi, dünyanın, kainatın da yox olacağı tarix Allah qatındadır və bilinməməkdədir. Cibril hadisi deyə bilinən bir hədis şərif vardır. Allah Resulü aleyhissalatü vesselam sahabe-i kiramla beraber oturarkən Cəbrail aleyhissalam gəlir, dizini Peyğəmbər aleyhissalamın dizinə yaslayır və soruşur, iman nədir? Allah Resulü iman əsaslarını sayır. Sonra İslam nədir? Allah Resulü İslamın 5 şərtini sayır, namaz, oruç, zəkat, hac, kəlmə-i şəhadət. Sonra ihsanı soruşur, ihsan nədir? Allahı görürmüş kimi bir həyat yaşamaqdır deyir. Sonra da qiyamət nə zamandır deyir Allah Resulü aleyhissalatü vesselam'a Cəbrail aleyhissalam. Allah Resulü buyurur ki, soruşandan daha bilgili değildir bu mevzuda. Yani soruşulan kimdir? Peyğəmbər aleyhissalam, soruşan kimdir? Cəbrail aleyhissalam. Yani mən səndən daha bilgili deyiləm bu mövzuda deyərək, qiyamətin nə zaman qopacağını da yenə ifadə etməməkdədir, dəyərli qardaşlar. Onun üçün qiyamət mütləq qopacaqdır. Amma nə zaman qopacaqdır? Onun bilgisi yenə Allah-u Teala'dadır. Bu insanların qiyamətin vaxtını soruşması da yenə Peyğəmbər aleyhissalatü vesselam'ı ələ salmaq, onun gətirdiklərini
şüphəyə salmaqla əlaqəlidir. Və ayət-i kərimənin davam edir Allah-u Teala və idə bərəqil bəsar və xəsəfəl qəmər və cümiəş-şəmsü vəl-qəmər yəqulul insanu yevmə idin əynəl məfər. Bu ayət-i kərimələrdə gözlər bərəldiyi zaman deyir. Yəni nə zaman qopacağını ifadəsinin arxası ilə gəlir. Gözlər bərəldiyi zaman, ay tutulduğu zaman, günəş və ay bir yerə gətirildiyi zaman o gün insan hara qaçmaq olar deyəcəkdir. Bu ifadələr qiyamətin əlamətlərini anlatmaqdadır. Dəhşətini anlatmaqdadır. Qiyamət elə bir dəhşətli gün olacaq ki, o gün gözlər bərəlməyə başlayacaqdır. Yəni, insan qorxmağa başlayacaqdır. O qorxudan gözlərin bərəlməsi vardır. O qorxuyu anlatmaqdadır. Ayın tutulması vardır. Günəş və ayın bir araya gətirilib, ışığının sönməsi, ortadan yox olması, dağların un kimi savrulması, dənizlərin pokur-pokur qaynamasını Allah-u Teala fərqli ayət-i kərimələrdə qiyamətin qopacağı zamanı anlatmaqdadır. Yəni o dəhşəti göstərməkdədir Allah-u Teala və o dəhşəti yaşadığı zaman insan nə deyəcəkdir? Bugün hara qaçmaq olar? Yəni belə bir dəhşətli gündə insan hara qaça bilər? Və nə deyir? Kəllə lə vəzə xeyirdir. O gün qaçacaq heç bir yer yoxdur. Çünki qiyamət sadəcə bir bölgədə deyil, bir səmtdə deyil, kainatın hər yerində baş verəcək və insan qaçacaq heç bir yer tapa bilməyəcəkdir. Ayət-i kərimədə ölümlə əlaqəli Allah-u Teala buyurur ki, sağlam qalalara girsəniz belə ölüm sizi gəlib tapacaqdır deyir. Bu əslində insana nəyi göstərir? Dünyada güvəndiyiniz nə varsa, hər bir şey fanidir Allahın gücü qarşısında. Zəifdir Allahın gücü qarşısında. Sağlam qalalar tiksəniz, böyük villalar tiksəniz, yerin altında sığınacaqlar tutsanız belə, yenə də ölüm belə orada gəlib sizi tapacaqsa, qiyamətin sizi tutmaması mümkün deyildir, dəyərli qardaşlar. Onun üçün Allah-u Teala bu şəkildə, bu qədər şiddətli bir şəkildə bizə anlatmaqdadır. İlə Rabbiki yevmidil müstəqar və o gün gediləcək tək yer vardır, o da Allahın huzurudur, dəyərli qardaşlar. İnsan o gün Allahın huzurundan başqa heç bir yerə gedə bilməyəcək, o gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcək, insan özünə qarşı şahidlik edəcəkdir. Və Allahın huzuruna çıxdığımız zaman bugün bu dünyada kimsənin görmədiyi halda etdiyimiz o davranışlar, o yanlışlar, o xatalar və yaxud da o gözəl işlər, davranışlar bir qarşımıza çıxarılacaqdır. Və ayət-i kərimədə buyurur, onlarındır, ağızları bağlanacaqdır, əlləri şahidlik edəcəkdir, danışacaqdır. Yəni etdiklərini, insanın bu dünyada yaşadıklarını Allah'a anlatacaq, ayaqları da buna şahidlik edəcəkdir. Yəni. Düşünün, burada yalan danışa bilirik, dilimiz dönür, gözəl danışığımız var, hər şeyin içərisindən çıxa bilirik. Amma orada o mümkün deyildir. Allah-u Teala bu danışan dili bağlayacaq, danışmayan, səssiz olan əlimiz, qulağımız, gözümüz, dərimiz belə etdiklərimizə anlatacaq Allah-u Teala'ya. Yəni, əl anlatacaqdır, dil anlatmayacaq. Ya Rabbi, mənimlə oğurluq etdi. Ya Rabbi, mənimlə içki içdi. Ayağımız deyəcək, Ya Rabbi, mənimlə zinaya getdi, qumara getdi, haram olana getdi. Mən ona bağlıydım. İstədiyin qədər de ki, mən etmədim. Bütün vücud orqanlarımız. Hətta hədis şərifdə vardır, insan deyir, olduğu yer belə insana şahidlik edəcəkdir. Onun üçün namaz qılarkən deyir, yerlərinizi dəyişin. Başqa-başqa məkanlarda, başqa-başqa yerlərdə namaz qılın ki, ahirətdə o yer belə sizə şahidlik etsin ki, Ya Rabbi, o mənim üzərimdə namaz qıldı, sənə səcdə etdi deyə. O gün dəhşətli bir gün dəyərli qardaşlar. Kəfə binəfsikə yevmə aleykə həsibə ayət kərimədə o gün deyir, sizə öz nəfsiniz şahid olaraq yetər deyir. Yəni. Başqa şahidlərə ehtiyac yoxdur.
özünüzün etdiklərinizi bir yaxşı ilə pisi də Allah'a anlatacaq değerli kardeşler. Rabbim bizi ahirette mahcup etmesin. İbrahim Aleyhisselam'ın güzel duasıdır, kıssasında anlatır. En sonunda der, ya Rabbi, insanların diriləcəyi gündür, beni mahcup etmeli, beni utandırma. Bir peygamber belə ahiret gününde utanmaktan korkursa, mahcup olmaktan korkursa, bizler halımız necə olacak onu düşünmemiz lazım değerli kardeşler. Ahirete güzel hazırlık görmemiz lazım. Bu dünyada güzel emeller görmemiz lazımdır ki, Allah'ın huzuruna çıktığımızda gözümüz, kaşımız, elimiz, ayağımız hakkımızda güzel şahitlik etsin yani. Bugün başkaları hakkında şahitlik etmek önemli değil yani. Önemli olan bizim özümüz hakkında güzel şahitlik yığmaktır. Rabbim akıbetimizi, ahiretimizi xeyir eylesin. Cennete giren kullarından eylesin, mağfiret eylesin, günahlarımızı bağışlasın. Elhamdülillahi Rabbil Alemin.